Ət və ət məhsulları insanlar üçün dəyərli qida növü hesab edilməklə bərabər bəzi zərərli təsirləri də var. Yeniavaz.com xəbər verir ki, ət və ət məhsulları müxtəlif mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə malikdir. Mütəxəssislər qeyd edirlər ki, ətin tərkibində olan maddələr və eyni zamanda da mikroorqanizmlər müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İnsan sağlamlığı üçün ən zərərli ət növləri əsasən işlənmiş və çox yağlı ətlər hesab olunur. Mütəxəssislərin fikrincə ən zərərli ət növləri bunlardır. Bu ət məhsulları tərkibində yüksək miqdarda konservantlar, duz və doymuş yağlar saxlayır. Dünyada aparılan tədqiqatlara görə emal olunan ətlər xərçəng, xüsusilə bağırsaq xərçəngi riskini artırır. Əgər sosiska və ya kolbasa yemək istəyirsinizsə, ev şəraitində təbii üsullarla hazırlamaq daha sağlam seçimdir. Qırmızı ət yüksək miqdarda doymuş yağ və xolesterin ehtiva edir. Həddindən artıq istehlakı ürək-damar xəstəlikləri, tip 2 şəkərli diabet və bəzi xərçəng xəstəlikləri riskini artırır. Qırmızı əti həftədə 2-3 dəfə az miqdarda yemək və onu qızartmaq əvəzinə buğlama, qaynatma və ya sobada bişirmək daha sağlamdır. Donuz əti tərkibində yüksək yağ miqdarı və bəzi parazitlər saxlayır. Donuz əti insan orqanizmində müxtəlif parazit infeksiyalarına səbəb ola bilər. Donuz əti əvəzinə toyuq, hinduşka və ya balıq seçmək daha faydalıdır. Yüksək temperaturda qızardılan və ya kömür üzərində bişirilən ətlərdə kanserogen maddələr yaranır. Bu maddələr xərçəng riskini artırır və hüceyrələrə zərər verir. Əti buxarda, sobada və ya qaynadıraq bişirmək daha sağlamdır. Əksər mütəxəssislər ən sağlam ət növləri kimi toyuq, hinduşka, balıq, az yağlı mal və qoyun ətini tövsiyə edirlər. Bildirilir ki, toyuq əti az yağlıdır və ürək sağlamlığı üçün faydalıdır. Balıq omega-3 yağ turşuları ilə zəngindir. Ürək və beyin sağlamlığını qoruyur. Az yağlı mal və qoyun əti isə həftədə 2-3 dəfə ölçülü porsiyonlarla istehlak edilə bilər.